Salam hər kəsə, hər vaxtınız xeyir. Bugün sizlərə VeraNet proyektini göstərəcəm. VeraNet nədir? VeraNet süni intellektlə işləyən bir ön satış platformasıdır. Təbii ki, hal-hazırda platforma içərisində bütün funksiyalar işləmir, ancaq yeni çıxmış bir proyekt olduğuna görə gələcəkdə bu proyektdə bizləri nələr gözləyir, bunlardan danışmağa çalışacağam və necə ön satışlara qatıla bilərik, bunu göstərəcəm. Gəlin əvvəlcə proyektlə bağlı məlumatlara baxaq. Proyektə ilk girdiyimizdə bizi bu bölüm qarşılayır. Süni intellektdə gələcəyin formalaşdırılması. VeraNet başqa bir süni intellekt layihəsi deyil. Bu süni intellektdə işləyən yeni ekosistemdir. Məqsəd bu AI da süni intellekt deməkdir. AI-yı iş, həyat və rəqəmsal iqtisadiyyatlarda insan təcrübələrinə dərindən yerləşdirməkdir. Bu süni intuitiv, əlçatan və mərkəzləşdirilməmiş bir gələcəyi nəzərdə tuturuq. Daha sonra bizi burada öz referans linkimiz qarşılayır və referans gəlirlərimiz qarşılayır. Daha sonra ön satış panosu, bunu ən sonda sizlərə göstərəcəm. Burada Vera.net-in xüsusiyyətləri var. Gəlin bu xüsusiyyətlərə də qısaca göz ataq. Mərkəzləşdirilməmiş AI model bazarını işə salın. Geyilə bilən cihazlar üçün cihazlı təlim Vera.net. Hökumətlər səviyyə təşkilatlarını və fintech üçün AI blockchain hibrid proqramları əsas bölgələrdə AI araşdırma mərkəzi yaradın. Bunlar bu proyektin gələcəkdəki, belə deyim, bir növ yol xəritəsi deyə bilərik. Bunlara da xüsusiyyətlər və tətbiqlər, AI model marketplace, pul qazanma imkanları, şəffaf qiymətləndirmə, tətbiqat və təhsil, başlanğıc, inkubasiyası və sənayələr arası innovasiya. Hamısının da altında detallı olaraq yazılıb, ancaq mən video uzun olmasın deyə bunları unutmayacağım. Sadəcə gördüyünüz kimi qısaca üstündən keçirəm. Haqqınızda bölməsi var. Burada bizi nələr qarşılayır, bunlara da qısaca baxa bilərsiniz. Bunları heç oxumağa ehtiyac yoxdur, çünki oxusaq da bunlardan bir çoxunu biz başa düşməyəcəyik. Çünki çoxsu yapay zeka ilə bağlıdır və hamısı da qısaltma sözlərdən istifadə olunub. Tokenomika baxaq. Burada maraqlı nələr var? 30% ön satış üçün ayrılıb. Əsas da lazımlısı bu da ön satışdır. 5% partnyorlar üçün, 3% staking üçün çox az ayrılıb məncə. Liquidity üçün 15%, marketing üçün 10%, ödüllər üçün 10%, özləri üçün də 5%, qalanları da hissə digər bölmələrə ayırıblar. İndi yol xəritəsinə baxaq. Yol xəritəsində də elə də dərindən məlumatlar qoyulmayıb. AI Telegram botunun işə salınması. Telegram botları hal-hazırda da var, ancaq hal-hazırda işləmir. Bayaqları yoxladım. Vera.net ekosisteminin işə salınması, ilk 3 istifadə hadisəsi. Bu nədir? Enterprise, SDK, AI Agent Marketplace, JAX listələmələri və yenə də AI var. Bu JAX listələmələri də dostlar, ön satışlar bitdikdən sonra Bitmart borsasında coinlərin listelənməsi deməkdir. Ancaq bu təbii ki, yəni buna bir qarantiya yoxdur. Mən sizə dəqiq bir söz demirəm. Sadəcə bu proyektin içərisində yazılanları və bizlərə vəd etdiklərini deyirəm. Bir də ən alt bölümdə tez-tez verilən suallar var. Gəlin bunlardan da bəzilərinə baxaq. Qısaca Vera.net nədir? İstifadəsi Solana blockchainində qurulmuş ağıllı alətlərə, token yardım proqramlarına və real istifadə hallarına real giriş imkanı verən mərkəzləşdirilməmiş süni intellektlə işləyən ekosistemdir. Daha sonra ön satış necə işləyir? Referans proqramı varmı? Var, bayaqlarda sizlərə göstərdim. 15%lik referans sistemləri var və bunu token ilə verirlər. Ekosistem, staking sistemi varmı? Bəli, token yayımlandıqdan qısa müddət sonra staking başlayacaq. Hədəf illik 25% qədərdir və tam təfərrüatlar satışdan sonra paylaşılacaq. İşləyən AI botu varmı? Bunlara da baxa bilərsiniz. Gəlin indi ön satışa necə qatıla bilərik, buna göz ataq. Ön satış üçün əvvəlcə sağ üst bölmədən öz bura kaşlokumuzu bağlamalıyıq. Mən MetaMask kaşlokumu artıq bura bağlamışam. Həm Solana, həm də USDC
ilə biz bu ön satışa qatıla bilərik. Gəlin coin məlumatlarına baxaq. Hal-hazırda ön satışların birinci turundadır. 180 min dollarlıq coinlər satılıb, 288 min dollarlıq coin isə belə deyim satılmağı gözləyir. 12% coin satılıb ilk turda və hal-hazırki turda qiymət də 0.045 sentdir. Bu hissədə nə qədər coin almaq istəyirsə onu yazırıq. Tutaq ki 50 dollar, 50 dollar qarşılığında bu qədər coin əldə eləyə bilərik. Və nə qədər almaq istəyirsə artıq bu sizə qalıb tamamən və buradan buy now-a tıkladıqdan sonra artıq ön satışa qatılmış olacağıq. Proyekt yeni olduğuna görə proyekt içərisində elə də çoxlu başarıcı məlumatlar yoxdur. Bütün yazıları da yəni onsuz da oxumadım. Burada ağ kağız bölməsi falan da var. Hər hansısa bir yenə də sualınız olsa videonun altında mənə yazaraq soruşa bilərsiniz. Bu videonun bir yatırım tövsiyəsi olmadığını unutmayın. Başqa videolarımızda görüşərik. Hələlik sağ olun.